Ben Əliyev Rafiq Seymuroğlu. 1975-ci il avqust ayının 15-də Sumqayıt şəhərdə anadan olmuşam. ...1993-cü il oktyabr ayının 25-i xidmətə çağırılmışam. Və Ağdərədə olmuşam, döyüşlərdə iştirak etmişəm. 94-cü il mart ayının 20-si Marquşovanda hərbi xidmət vəzifəmi yerinə yetirərkən yaralanmışam. Və 2-ci qrup Qarabağ qazisi sayılıram. ...94-də təxric olmuşam. Gəldim elə öz şəhərimə və özümü belə təsəvvür eləməmişdim də mən də. Yəni bir qolun biri yox. 2013-cü ilə kimi özümə qapanmışdım və 2013-cü ildə təsadüf nəticəsində buradan, bu əhatədən keçəndə Paralimpiyanı gördüm və yaxınlaşdım bura. O vaxtdan bura qapını açıb gedəndən düz 10 ildir ki, buradayım. Atıcılıq idmanına məşğul oldum. Vallahi billahi desəm və həm də gülməyə gələr. O həmin o 44 günlük müharibədə hələ dedim ki, mən də oradayam. Özüm iştirak eləmək istəyirdim. Həmişə elə hər dəfə silah ötəndə gözüm önümdən elə Qarabağdakı döyüşdə yadıma düşür. Qarşıda rəqib, düşmən. Mən də buradan düşmənə qarşı mübarizə aparıram. Hər vurduğum hədəf hər bir erməni düşməni. Yaraqlısını vururam. Borumuz Fransada elə bir dünya çempionatına lisenziya qazandım. 2022-ci ildə, may ayında. Noyabr ayında Birləşmiş Ərəb Əmirliyində olduq. Ora qazanmışdıq lisenziyanı. Orada doğrulanmadım. Qarşı məqsəd qoymuşam ki, Allah'ın izniyle inşallah olimpiyadaya gelip çıxmalıyam inşallah, sağlıq olsun. Bu niyyətlə 10 ildir buradayam. Mənim fikrimdə bütün yarışlar hamısı ağırdır, çətindir. Onu necə deyirlər, hiss eləyirsən də yarışı. Adam var, gəldi yeyinmə, vallahi billahi 10 ildir buradayam. Bütün yarışlar, burada keçilən yarışlarda həyəcan. Bizim idman növbələdir ki, ani bir səhv hədəfdən yayına bilərsin. İdmançıya ancaq uğurlar arzulaya bilər ki, Azərbaycanın üç rəngli bayrağını xarici ölkələr yarışlarda ucalığa qaldırsın, dalğalandırsın. Ən böyük arzum üç rəngli bayrağımızı yarışlarda yüksəklərə qaldırmaq və gözəl himnimizi səsləndirmək.